Sağlam yoldaşlar, TİM'in 1 iyun 2025 tarixində keçirdiyi blok imtahanının 11-ci sinif 1-ci qrup üzrə fizika suallarını nəzər etdiririk. Başlayaq. 31. Mayelərdə Paskal qanunu doğruluğunu hansı cihazla yoxlamaq olar? Paskal nəyin vahidi? Təzyiqin və mayelərdə təzyiqi biz manometrlə ölçdüyümüz üçün cavabımız olacaq burada Y variantı. 31-də Y. Sonra 32. Kartın zamanı hansı qrafinə əsasən harmonik əks edən cismin təcrübinin amplitude qiymətinə hesab edilir. Təcrübinin amplitude qiyməti A omega bərabərdir. A-ın bərabərdir. Omega kvadrat x-ə. Omeganın yerinə yazaram 2 pi bölünsün t və kvadratə qaldıraram, vuraram x-ə. Bu bizə verir 4 pi kvadratı böl t kvadratı x-ə. 4 pi-ni bizə 3 verir. 3-ün kvadratı 9 böl periyod neçədir? 4 gedir sayıram. 1, 2, 3, 4. Periyod deməli 4 saniyədir. Və kvadratə qaldırsaq 2 dənə 4 yazdım belə 4 vur 4. X'mi də 10-8-dir. Bu bizə yekunda verir 1,8 metr bölünsün saniyə kvadrat. Cavabımız olacaq 32-də C variantı. 33. Sürtünmə əmsalı mü bərabərdir 10-5 olan üfüqi səth üzərində kütləsi 2 olan arabacıq 25 Newton dartı qüvvəsinin təsiri hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyon zamanı aslında ifadə edir? Burada mən sürtünmə qüvvəsinin qiymətini tapıram. Sürtünmə bərabərdir müəyyən mü 10-5 kütlə 2 J 10. Bu bizə verir neçə? 10 Newton. Dartı qüvvəsinin qiyməti 25-dirsə, onda dartı qüvvəsinin qiyməti sürtünmə qüvvəsinin qiymətindən böyükdür. Bu hansı hərəkət olur? Yeniləşən hərəkət olur. Çünki dartı sürtünmədən böyük olsa hərəkət yeniləşəndə, sürtünmə böyük olsaydı yavaşlayandı, bərabər olsa bərabər sürətli idi. Burada dartı sürtünmədən böyük olduğu üçün hərəkət bərabər yeniləşəndə və x-on əksi istiqamətdə arabacıq dartındığı üçün hərəkət x-on əksinə yeniləşən olacaq və x-on əksinə yeniləşənin də qrafiki D variantıdır. Əks istiqamətdə sürətin qiyməti artır. 34. M1 və M2 kütləli iki maddə nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtə arasındakı qravitasiya qüvvəsi nəyə bərabərdir? Buradan yazsam 34-ü. Qravitasiya qüvvəsinin üstünədir F bərabər J M1 M2 böl R kvadratı normalda düsturu. 1 2 üçün yazsaq olacaq J həmin M1 M2 böl R kvadratı J M1 M2 arasındakı məsafə nə qədərdir? 1 ilə 2 arasında 1 2 damı. Yazın 2-nin kvadratı, yəni hər birini 1 desək 2-nin kvadratı, yəni 4. F1 üçün tapsaq J M1 M3 böl 1 ilə son arasındakı məsafə 1 2 3 4. 4 dənə dama olsun, hər birinə də 1 desək olacaq 4-ün kvadratı, yəni 16. Və M1-i də deyir ki M3-ü də deyir ki 2 M2 ilə ifadə edir. Bu M3-dür daha doğrusu. Bağışlayın. 1 ilə 3 deyirsə M1 M3-dür. İndi M1 M3-ün yerinə nə yazaq? 2 M2 yazaq. Belə 16-ya. 16 ilə 2 xısar gedir. Qalır J M1 M2 böl 8. Əvvəl 4-ə bölünürdü, indi 8-ə bölünür. Əvvəl F idisə, F deyib bizə. F idisə, indi 2 dəfə qiymət azaldığı üçün olacaq F bölünsün 2. Yəni B variantı. 36. Sabit həcmdə verilmiş kütlədə qazın mütləq temperatur 3 dəfə azaltdı. Onun təzyiqi 500 paskal azaldı. Qazın təzyiqi əvvəlki qiymət nə qədərdir? 35-ə baxdıqmı ki, 36-ya getdik. 35 aşağıdaymış. Kvadratın mərkəzində elektrik sahəsinin intensiv vektoru hansı istiqamət yönəlmişdir? Burada qüvvə xəttləri müsbətdən çıxıb mənfiyə daxil olurdu. Yəni, fərqli rənglərlə göstərsək, burada mərkəzdən daxil olur mənfiyə. Burada müsbətli, müsbətdən çıxır xəttlər yenə yuxarı doğru yönəlir. Yəni, hər ikisi deməli burada yuxarıdır. Digərində isə sağ tərəfdə müsbətdən çıxır xəttlər yuxarı doğru gedir. Belə gedir. Davam edir. Burada da mənfidən yuxarı doğru gedir. Çünki mənfiyə daxil olur xəttlər. Müsbətdən çıxır mənfiyə daxil olur. Deməli, biri sağa gedib, biri sola gedib. Bu zaman əvəzedicisi hara yönələcək? Əvəzedicisi ortadan çıxan xəttdir. Yəni bu.
Cavabımız olacaq deməli nə? 3. Yəni A variantı. Təzədən təkrar edirəm. Müsbətdən çıx xəttlər. Bu müsbətdən çıxdı. Yuxarı doğru gedir, sağa doğru gedir. Və mənfiyə daxil olur, mənfiyə də sağa doğru daxil olur. Deməli, buradakı sağa doğru yönəlib. Buradakına baxsaq, müsbətdən çıx xətt sola doğru gedib. Bu üçdə də yenə müsbətdən mənfiyə daxil olacaq. Bu da sola doğru gedəcək. Biri sola, biri sağa doğru getdiyi üçün əvəziyyəti ortadan çıxan xəttdir. Yəni 3-dür. Cavabımız olacaq A variantı. 36. Sabit həcmdə deyir ki, ideal qazın mütləq temperaturunu 3 dəfə azaltdıq. Sabit həcmli temperatur 3 dəfə azaldı deyir. Temperatur 3 dəfə azaldısa, təzyiq də 3 dəfə azalır. Çünki sabit həcmdə təzyiqlə temperatur düz mübasılıdır. İndi təzyiq 3 dəfə azalsa, təzyiq necə olacaq? P1 bərabərdir 3P. Çünki əvvəlki qiymət sonrakı qiymətdən 3 dəfə çox olacaq. Və qiymət də deyir ki, 500 azaldı təzyiqin qiyməti. Onu da gətirib burada P1 bərabər 3P2-də P2 yerinə bu ifadəni qoysaq olacaq P1 çıxılsın 500. P1 bərabər 3P1 çıxılsın 3 vur 500 1500. 2P1 bərabərdir 1500. P1 neçə olacaq? 750 Pascal, yəni D variantı. 37. Fotoeffekt tənliyini yazsaq, burada deyir ki, fotoeffekt zamanı udulan foton enerjisi çıxışla 2 dəfə böyükdür. Yəni Y foton bərabərdir 3 dəfə böyükdür daha doğrusu çıxışa. Fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir deyir. Y fotonun üstü nədir? Y foton bərabərdir A çıxış plus Y kinetik max. Burada foton enerjisini yerinə yazıram 3 dənə A çıxış. Onda Y kinetik max olacaq 3 A çıxış, bir dənə A çıxışını çıxsam olacaq 2 A çıxış. Yəni Y variantı. 38. Sabit qüvvənin təsiri müxtəlif cisimlərin aldığı təsirin onların kütləsi asık qraf verilmişdir. Bu qrafın qiymətini tap deyir. Bu qüvvənin qiymətini tap deyir. F bərabərdir MA. 5-i də 4-ə vursaq, 8-ə vursaq, onu da 4-ə vursaq, yəni bunun qiymətlər bir-birinə uyğundur. Hər iki halda cavabımız deyəcək 40 Newton. Yəni A variantı. 39. 3 naqilin voltan parçası verilmişdir. Naqillərin R1, R2 və R3 müqamətləri arasında hansı münasibət doğrudur? R bərabər düstur U bölünsün idi. Yəni aşağını yuxarıya böləndə bizə verəcək kotangens alfanı və kotangens alfa azalan funksiya olduğundan bucağın qiyməti artdıqca R1-də bu qədərdir, R2-də bu qədərdir, R3-də bu qədərdir. Bucağın qiyməti artdıqca müqamət deməli azalacaq. Və ən kiçik bucaq R1-də olduğu üçün R1 ən böyük olacaq, R2 orta, ən böyük bucaq R3-də olduğu üçün R3 ən kiçik olacaq. R1 R2-dən böyük, o da R3-dən böyük, B variantı uyğun gəlir. 41. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyası zamanı hansı qrafi verilmişdir? Hansı zaman onda cisimlər arasındakı masaf ən böyükdür? Əvvəlcə sürətlər eyni sürətdən başlayıblar və ikincinin sürəti artıb, birincinin sürəti, birinci düz xətt və sürətdə hərəkət edib. İkinci sürət artdığı üçün əvvəl məsafə getdikcə artır. Hələ də artır, T3 kimi artır. T4 anında da yenə artır. Çünki T4 anında ikinci cismin sürəti azalsa belə yenə əvvəlkidən sürəti, birincidən sürəti böyük olduğu üçün məsafə yenə artır və ən böyük qiymətini T4-də alır. T4-də məsafə ən böyük olur. Sonra T4-dən etibarən artıq ikincinin sürəti birincidən daha az olduğu üçün artıq birinci, ikinci arasındakı məsafə azalmağa başlayır. Artıq ikincinin sürəti, qabaqda olanın sürəti birincidən daha az olduğu üçün məsafə azalmağa başlayır. Deməli, T4 anında kimi məsafə ən böyük olur. T4-dən başlayaraq məsafə azalmağa başlayır. 41-də cavabımız olacaq D variantı. 40. Bir cismani sahəsində çevrə hərəkət edən yüklü zərcinin impulsu azaldılarsa, onun dönmə periodu və çıxdığı çevrənin radiusunu izləyir. Periodun ifadəsi 2 pm bölünsün QB-dir. Period sürətdən, impulsdan, kinetik enerjidən maneə hissəsindən asılı deyil. Yəni, period dəyişməyəcək. Radiusa baxsaq, R bərabər mv bölünsün QB-dir və mv nədir elə? İmpuls P. Mən görürəm ki, radius impulsdan düz asılıdır. Yəni, impuls azalarsa, radius da azalmış olar. Dəyişməz azalar, D variantı doğrudur. 42. Harmon rəqs edən yaylı riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqas uzunluğu hesab edilir.
Testlər deyir bərabərdir. Yaylı rəqqasda düsturum 2 pi kök altı k bölünsün m'dir. Riyazi rəqqasda 2 pi, daha doğrusu 1 bölü 2 pi, tezlikdə 1 bölü 2 pidir. Periyot 1 bölü 2 pidir. 1 bölü 2 pi k bölünsün m'dir. Digər isə 1 bölü 2 pi j bölünsün l'dir. 1 bölü 2 pilər getdi, köklər getdi, qaldı k bölü m bərabərdir j bölünsün n'ə. Buradan l'ı tapsaq l bərabər olacaq mj bölünsün k. M-in bizə neçə verib? 2 dənə m-im var. Mən yaylı rəqqasın kütləsini götürürəm. Çünki düstur yaylı rəqqasın düsturudur. Yəni bunu. M1 400 qramdır. Yəni kiloqrama çevirsə 10-da 2, 10-da 4, j 10. K da neçə verib? 8, 8. Da bizə neçə verəcək? 10-da 5, yəni 10-da 5 metr, yəni 50 santimetr. Yəni A variantı doğru gəlir. 43. 2 W bölünsün pi ifadəsi bizə nəyi verir? Bu W bərabər enerji düsturu. El, pi var burada. Hə. Fi ilə düstur. Fi bölü 2. Hə. W bərabər fi bölü 2. Burada mən i-ni tapsam, i bərabər olacaq 2W bölünsün fi. Yəni cəryan şiddətini verəcək. Cavabımız olacaq 43-də B variantı. Enerji üsulları nə idi? Enerji üsulları L i kvadratı bölü 2, fi kvadratı bölü 2L, bir də fi bölü 2 idi. Mən buradan buna yolunu tapdım. Cavabımız olacaq 43-də B variantı. 46. Verilmiş tədqiqat qaz 1 alına 2 alına keçir. Hansı müalicə doğrudur? Mən görürəm ki, burada təzyiq sabitdir, həcm azalıb və daxil enerji üstürü 2-də 3 PV-dir. Əgər həcm sabitdirsə və təzyiq azalırsa, onda daxil enerji nə olacaq? Bax, təzyiq azalıb, bu qiymət azalıbsa, daxil enerji qiyməti azalmış olar. Cavabımız da 46-da C variantı. Qazın daxil enerjisi azalır. 44. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladır. Əgər N nöqtəsinə ip qırılarsa, cisim hansı istiqamət hərəkət edir? Şaquli müstəvidə bərabər sürətlə fırladılır. Bu hərəkət çevrə özəri hərəkətdir və toxunan boyunca yönəlir və saat əqrəbi istiqamətində gedib, onda belə gedirsə, N nöqtəsində aşağı doğru olacaq. Cavabımız olacaq 44-də C variantı. Toxunan boyunca yönəlir. N nöqtəsində qırılsa aşağı doğru düşər. Saat əqrəbi istiqamətində hərəkət etdirilir burada. 45. Diffraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi vardır. Əvvəlcə burada periodu tapa bilərəm. D bərabər L bölünsün N. 1 mm 10 üstü mənfi 3 metrdir. N-i də cizgi sayını 500 verib. Bu 1 bölünsün 5, 10-da 2, 10 üstü mənfi 3 bölünsün 10 üstü 2, 10 üstü mənfi 5-dir. Bunu mən 2 vur 10 üstü mənfi 6 kimi göstərə bilərəm. Sonra nə deyir? Qəfəs üzərində tezliyi 6 vur 10 üstü 14 Hz olan manaformat işıq düşdükdə və işıq sürətini verib. Mən burada dağılımı tapa bilərəm. Lambda bərabər C bölünsün nö ilə. Yəni 3 vur 10 üstü 8 bölünsün tezliyi 6 vur 10 üstü 14. Bu mənə verəcək 10-da 5 vur 10 üstü mənfi 6. Sonra maksimumların ən böyük tərtibini istəyib və ifadəm nədir? D sinus fi bərabərdir K lambda. Ən böyük tərtib olduğu üçün sinus fi 1-ə bərabər olur. Onda K-nı tapsam, K maksı ən böyük tərtibi lambda bölünsün D olacaq. Yox, D bölünsün lambda olacaq. D'si 2 vur 10 üstü mənfi 6-dır. Lambdası da 10-da 5 vur 10 üstü mənfi 6-dır. 10 üstü mənfi 6-ya gedirik, qalır 2 bölünsün 10-da 5. Bu da bizə neçə verir? 4 vermiş olur. Cavabımız olacaq 45-də C variantı. 47. Cəryan şiddətini verib, kontrol et cəryan şiddətini. Deyir ki, sarğacdan kisə malisənin qiyməti də 10-da 6 verdir. Sarğacın induktivini tap deyir. Fi bərabərdir L-i. Buradan L-i tapsaq, L bərabər olacaq fi bölünsün I. Yəni 10-da 6-nı böləcəyim 3-ə, qalır neçə? 10-da 2 Henry. Cavab olacaq 47-də B variantı. 48. Kök altı klon vurulsun volt bölünsün kiloqram ifadəsi bizə nəyi verir? Klon vurulsun volt, yəni volt nəyə bərabərdir? 1 volt joule bölünsün klondur. Klonlar ixtisar gedir, qalır joule bölünsün kiloqram. Və joule-un atışı necədir? Kiloqram vur metr kvadrat böl saniyə kvadrat. Əsas faydalı ifadəsi. Bölsəm kiloqrama. Kiloqrama ixtisar gedər, qalar metr bölünsün saniyə kvadratı kvadratına. Kvadratlar da kökdən getdi, qaldı nə? Metr bölünsün saniyə. Metr bölünsün saniyə bizə nəyə verir? Sürəti. 48 cavabımız olacaq A variantı.
50. Eyni cismi müxtəlif mayelərə saldıqda iplərdə yaran gəlmə qüvvələri arasındakı münasibət belədir. Mayələrin sıxları arasında hansı münasibət doğrudur? Burada gəlmə qüvvələri yuxarı yönəlir. Arximet hər bir maye onu qaldırır və mc də bunu aşağı doğru çəkir. mc bu da mc. Deməli, yuxarı doğru çəkən qüvvələrin cəmi, yəni T plus F arximet nəyə bərabərdir? Aşağı doğru çəkən qüvvəyə mc-yə. Buradan gəlmə qüvvəsi bərabər olur mc çıxılsın F arximedə. Onda T1 böyükdür, T2 böyükdür, T3 olması üçün, yəni T1 ən böyük olması üçün arximet azaldıqca gərilmə nə olar? Böyüyər. Yəni belə bir münasibətdir. Yəni ə, çıxılan böyüdükcə, çıxılanın qiyməti böyüdükcə fərq azalar, çıxılanın qiyməti azaldıqca fərq böyüyər. Burada da bu şərt ödənməsi üçün bunun tam əksi olmalıdır. Yəni f arximet 3 böyük olmalıdır f arximet 2-dən, o da böyük olmalıdır f arximet 1, ya da belə əksimi yazaq. Belə daha rahat olsun. F arximet 1 kiçik olmalıdır f arximet 2-dən, o da kiçik olmalıdır f arximet 3-dən. Yəni bu işarənin əksi olmalıdır ki, bunun qiyməti azaldıqca bunun qiyməti artır. Yox, əksi. Bunun qiyməti artdıqca, f arximetin qiyməti artdıqca gəlmə qüvvəsinin qiyməti azalır. Və Arximet qüvvəsinin üstürü nədir? Arximet qüvvəsinin üstürü Romaye J V cisimdir. Burada mayələrin sıxıları dediyi üçün Arximet qüvvəsi də mayələrin sıxılığından düz asılı olduğu üçün həmin şərt mayələrin sıxılığı üçün ödənilir. Yəni ρ1 kiçikdir, ρ2 kiçikdir, ρ3 olur. Yəni cavabımız olacaq burada A variantı. 49. Bu termometrin göstərişləri eyni olan iki müxtəlif otaqda havanın nisbi dəbətləri verilib. L-lərin dəqiqə uyğun bəndləri müəyyən elə. Hər ikisində quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Yəni bu stabil haldır. Hər ikisinə aiddir. Otaqda su buxarı doymayan buxarıdır. Bu da yenə hər ikisinə aid bir şərtdir. Yəni nisbi rütubət dərsində bildiyimiz qədərilə bu suallarda hər zaman quru termometr göstərişi yaş termometr göstərişindən böyük olurdu və otaqdakı su buxarı doymayan buxar halında olurdu. Hələ doyan buxar halına keçməyib, doymayan buxardan doyan buxar halına keçdiyi nöqtəyə şərt nöqtəsi deyirdik və şərt nöqtəsinə qiymət 100%-ə bərabər olur. Deməli, 1-2 ortaq xüsusiyyətlərdir. Yaxşı, mütləq rütubət daha böyük olur hansında? Nisbi rütubət harda böyükdürsə, mütləq rütubət də orada böyükdür. Çünki fi bərabərdir ifadəm rho bölünsün rho 0 vurulsun 100%. Rho burada mütləq rütubətdir. Mütləq rütubətin qiyməti artdıqca fi də artar. Yəni nisbi rütubət də artar. Deməli, mütləq rütubət harda böyük oldu? Nisbi rütubət daha böyük olan 65%-də. Yəni birinci otaqda. Yaxşı. Sonra deyir ki, parsial təzyiq daha kiçikdir. Nisbi rütubətin bir dənədən tutulur. P bölünsün P 0 vurulsun 100%-dir. Parsial təzyiq P-dir. Yəni havada su buxarının yaratdığı təzyiqə, yəni başqa qazlar olmadı. Yəni su buxarının yaratdığı təzyiqə parsial təzyiq verir və parsial təzyiq qiyməti kiçildikcə nisbi rütubətə daha kiçik olur. Deməli, nisbi rütubətə daha kiçik olan ikinci otaqda parsial təzyiqin qiyməti daha kiçikdir. Bu da ikinci otağa aiddir. 3, 4, 1, 2 cavabımız olacaq 49-da C variantı. 51. Bəlçmin mütləq uzanmasının başlanğıc uzunluğuna nisbəti delta L mütləq uzanmadır, başlanğıc uzunluğu L0-dır. Bu hansıdır? Nisbi uzanmadır. Yəni B variantı. 52. Düz xətt boyunca hərəkət edən cismin koordinatı zamanı qrafiyi verilmişdir. Hansı hissələrdə cismin kinetik enerjisi artır? Cismin kinetik enerjisi nə zaman artar? Sürət artanda, yəni yeniləşən hərəkətdə. Və yeniləşənin də qrafikləri birinci hərəkətdə yeniləşəndə x oxu əksinə yeniləşəndir. İkinci x oxu əksi yavaşlayandır. Üçüncü x oxu istiqamətində yeniləşən, yəni belə davam edir. X oxu istiqamətində yeniləşəndir. Yeniləşənlər 1 ilə 3 olduğu üçün 1 ilə 3-də kinetik enerjinin qiyməti artmış olur. 54. Radioaktiv elementin 15 sutq ərzində nüvələrinin 8-də 7 hissəsi parçalanır. Bu elementin nüvələrinin 16-da 15 hissəsi neçə sutqaya parçalanır? Bu 53-cü sual aşağıda yəqinkidir. İndi nüvələrin 8-də 7-si parçalanıbsa nə qədəri qalıb? 8-də 1-i və qalan nüvələrin sayı n bərabər n0 vurulsun 2 üstü mənfi t bölü t ilə tapılır. Əvvəlcə birinci halda baxırıq ki, 8-də 1-i qalıbsa n bərabərdir n0 bölü 8-ə. Yəni başlanğıcın 8-də 1-ə bərabərdir və bunu yerinə qoysaq olacaq 8-də 1 bərabər n0 gedir ixtisar 2 üstü mənfi zaman neçə verib? 15 tuqa verib. 15 bölünsün t. 8-də 1 nədir? Elə 2 üstü mənfi 3-dür. 2 üstü mənfi 15 bölü t. İkilər üstlər bərabərləşir olacaq. 3 bərabər 15 bölü t. T neçə olur? 5. Deməli, yarım çevrilmə periodu 5 tuqadır. Bunu tapdıq.
İkinci halda deyir ki, bu elementin nüvələrinin 16-da 15 hissəsi parçalanır. 16-da 15 hissəsi parçalanırsa nə qədər qalıb? 16-da 1 qalıb. Onda n bərabərdir. N 0 bölünsün 16, 16-da 1 qalıb. Bu zaman yerinə qoysaq, qalır 16-da 1 bərabərdir. 2 üstü mənfi. Zamanın yerinə qoyuram artıq, bilmirəm zamanı. Periodun yerinə qiymət tapmışıq, 5 tuturam. 16-da 1 nədir? 2 üstü mənfi 4-dür. Yenə üstləri bərabərləşdirsək, olacaq 4 bərabər t bölünsün 5. T neçə olur? 20 cavabımız almış olacaq və hansı zaman vahidlə ifadə olunur? Süt qaynaq. Cavabımız olacaq 20 süt qram. 53. Cismin sürətinin modunun zamanı az qrafi verilmişdir. Əvəzedici qüvvənin işi üçün hansı ifadə doğrudur? Əvəzedici qüvvənin işi o zaman müsbət olar ki, sürət artsın, o zaman mənfi olar ki, sürət azalsın, o zaman sıfır olar ki, sürət sabit qalsın. Burada birinci hissədə iş mənfidir, çünki sürətin qiyməti getdikcə azalır, yavaşan hərəkətdir. Yavaşan hərəkətdə iş mənfidir. Deməli, 3 variantı doğrudur. 2-də sürət dəyişmədiyi üçün təcil yoxdur, təcil olmadığı üçün qüvvə yoxdur, qüvvə olmadığı üçün əvəzedici qüvvənin gördüyü iş sıfırdır. Yəni əvəzedici qüvvə yoxdur ki, iş olmur. Deməli, ikinci hissədə iş sıfırdır. Üçüncü hissədə isə sürət artır, yeniləşən hərəkətdə. Yeniləşən hərəkətdə iş müsbətdir. Yəni 2, 3 və 5 variantları 2, 3 və 4 variantları, bağışlayın, 4 variantları uyğun gəlmiş olur. Sonra 55 vakuum diodunda anodda katod arasında gərginlik 40 volt olarsa elektron hansı sürətlə anoda çatar? Burada ifadə nədir? İş bərabərdir. Elektronun yükü vurulsun gərginlik. Burada işin yerinə yaza bilərəm. MV kvadrat bölgən 2 integrasiya bərabər eləyərəm. Və buradan V-ni tapsam V bərabər olar kök altında 2Y bölünsün M. Qiymətləri yerinə qoysaq kök altında 2. Y neçədir? Y bölü M nisbətini neçə verib bizə? 2 vur 10 üstə 11. Və gərginin də qiyməti 40-dır. Bizə verəcək 1600 vurulsun 10 üstü 10. 1600-dən nə çıxır? 40 çıxır. 10 üstü 10-dan nə çıxır? 10 üstü 5 çıxır. Bu elə 4 vur 10 üstü 16 deməkdir. Yəni meqametr böl saniyə ifadə deyirsə 4 meqametr böl saniyə olur. Havada yayılan 3 MHz tezlikli elektromagnetik dalğasının uzunluğunu deyir hesabla. Tezlik var, ışıq sürəti var. Dalğa uzunluğu lambda bərabər S bölünsün nu. S 3 vur 10 üstü 8-dir. Tezlik də 3 mega olduğu üçün 3 vur 10 üstü 6. İxsallar gedir, qalır 10 üstü 8 bölü 10 üstü 6, yəni 10 üstü 2, yəni 100 metr. 58. Kalsiyanı açdıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstəricisi necə dəyişər? Müvafiq üsulları yaz. Əvvəlcə açar qapalı olduqda kondensatorlar görürəm ki, paralel qoşulubsa nə edirdik? Sayına vururduq. Yəni əvvəlcə qapalı olduqda ümumi tutum 2 sel ya da cəmlədik. Sonra açar açıq olduqda artıq cərəyan keçir belə və belə gəlir. Yuxarı getmir artıq, çünki açar açıq vəziyyətdədir, yuxarıya keçmir. Onda yalnız bir dənə kondensatordan keçir, yəni 1C. Görürəm ki, tutumun qiyməti 2C-dən düşdü 1C-yə. Yəni tutumun qiyməti 2 dəfə azaldı. Tutumun qiyməti 2 dəfə azaldısa, cərəyan şiddətin qiyməti necə dəyişir? Cərəyan şiddətinin düsturu IM bərabərdir. UM bölünsün XC, kondensator tutum qaməti. UM bölünsün XC-nin yerinə yazıram 1 bölünsün omega C. Onda omega C yuxarı qalxır, olur UM omega C. Yəni tutum azaldıqca cərəyan şiddətin qiyməti də azalar. Çünki düz asılıdır. Onda cərəyan şiddətin qiyməti azaldı. Yəni ampermetrin göstərişi azaldı. Nə qədər azaldı? 2 dəfə azaldı. Qapalı vəziyyətdən açıq vəziyyətə gətirdikdə tutumun qiyməti 2 dəfə azaldığı üçün cərəyan şiddətinin qiyməti də, yəni ampermetrin göstərişinin qiyməti də 2 dəfə azalmış olar. 57. Sabit maqnitin qüvvə xəttlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsi induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən deyil. Burada maqnitdə şimal qütbünün istiqaməti, şimal qütbü
Manetik nüqsə vektorun istiqamətini göstərir. Yəni manetik nüqsə vektoru bu istiqamətdə hərəkət edir, yəni sağ istiqamətdə hərəkət edir və saat təqvim istiqamətdə hərəkət edir. Yəni saat istiqamətdə hərəkət edirsə, bu zaman belə davam edir və toxunan istiqamətdə yönəlir. Yəni burada nüqsə bu istiqamətdə, M-də bu istiqamətdə, K-da da bu istiqamətdə olacaq və deməli K nöqtəsində yuxarı yönələcək, M nöqtəsində sola yönələcək. L nöqtəsində isə aşağı yönələcək. 1-ə D, 2-ə C, 3-ə də B variantları uyğun gəlmiş olur. Əli 9. 8 link və blokdan ibarət sistem M1 kütləli yük asılıb. Linkin üfüqi istiqamətdə tarzda qalması ondan asılan ikinci sistemin yerini və kütləsini müəyyən edin deyir. Bura 300 Newtondur. Deməli bu ipdə də qüvvə 300 Newtona bərabərdir. 300 bura cəmlənir olur 600. Deməli linki yuxarı doğru 600 Newton bir qüvvə çəkir. Yaxşı. Aşağı doğru çəkən qüvvələrin cəmi yuxarı doğru çəkən qüvvə bərabər olmalıdır. Cisim tarazlıqda, link tarazlıqda qalsın. Onda aşağı doğru çəkən qüvvələr, yəni M1 J ilə, yəni buradakı çəki M1 J-yə bərabərdir. Plus bunu asacağam M2 J. M2 J bərabər olmalıdır nəyə? 600 Newton. İndi M1 50'dir. 50 J 10 plus M2 vur J 10 bərabər olmalı nəyə? 600'ə. Olacaq 500 plus 10 M2 bərabərdir 600. 10 M2 bərabərdir 100. M2 neçə olur? M2 olur 10 kilo. Deməli, bunun kütləsini tapdıq 10 kilo. İndi bunu mən hardan asmalıyam? Asmalı necə tapacağım? Momentlər qaydasına görə burada M1'in, yəni birinci yükün yaratdığı moment, ikinci yükün yaratdığı momentə bərabər olmalıdır ki, bu tarzda qalsın. Onda M1 J vur qoluna. Bunun qolu neçədir? 1'dir. 1 bərabər olmalıdır. M2 J vurulsun qoluna. Bunun artıq qolunu bilmirik, yazaq X. M1'i 50'dir. Vursam J'yə 500 eləyir. Vursam 1'ə də elə 500 eləyir. M2 10'dur. Vursam J'yə olur 100 X. X neçə olur burada? 500 bölünsün 100, yəni 5. Deməli, bunun qolunun uzunluğu 5'dir. Onda qolun uzunluğu 5'də bu S-dən asılmalıdır ki, S-in qolu neçədir? 5'dir. 1, 2, 3, 4, 5. Deməli, M2-ni mən 10 kilo kütləni buradan S-dən asmalıyam ki, tranzit yaransın.